Sinifdəki qızların kütlələrinin ədədi ortası 42, oğlanların kütlələrinin ədədi ortası 49 və sinifdəki bütün şagirdlərin kütlələrinin ədədi ortası 46-dır. Sinifdəki bütün şagirdlərin sayı 21 olarsa, qızların sayını tapın. Fərz edək ki, sinifdə x sayda qız var, y sayda isə oğlandır. Onda x plus y bərabər 21 yaza bilərik. Və əgər qızların kütlələrinin ədədi ortası 42-dirsə, onda qızların kütlələri cəmi 42x-dir. Oğlanların kütlələrinin ədədi ortası 49-dursa, onların kütlələri cəmi 49y-dir. Deməli, bütün sinifin kütlələri, ümumi kütlələri cəmi 42x-49y-dir. Və bütün şagirdlərin kütlələrinin ədədi ortası 46 verildiyi üçün, eyni zamanda sinifdəki şagirdlərin ümumi kütlələri cəmini biz 46 vurulsun şagird sayı, yəni x-y kimi qeyd edə bilərik. İndi bu sistem tənliyi həll edəcəyik. Mən ikinci tənlikdə sağ tərəfi vurub açacağım. 42x-49y bərabər 46x-46y. Bir tərəfə x-ləri yığaq, y-ləri də bir tərəfə. 49y çıxılsın 46y bərabər 46x çıxılsın 42x-ə. Buradan 3y bərabərdir 4x-ə, y-ə 4x-ə 3 düşür. Y bərabər 4k, x bərabərdir 3k-ya. İndi x plus y bərabər 21 olduğunu nəzərə alsaq, 3k üstəgəl 4k bərabər 21 yaza bilərik. Buradan 7k bərabər 21-ə, k da bərabərdir 3-ə. İndi biz tapmalıyıq qızların sayını, yəni x-i. X də 3k olduğu üçün 3-ü vuracaq 3-ə. Cavabımız olur 9.